Salamünaleyküm, mən bugün yenə sizlərlə sağlamlıqla danışmaq istəyirəm. Mövzumuz isə əsəb nevroloji xəstəliyin yaranma səbəbi. Bunlar haqqında çoxlu roliklərim vardır, bu da növbəti biridir. İnsanlar müasir dövrdə niyə görə bu xəstəliyə yoluxurlar? Xəstə həkimə gedir, müalicə olunur, yenə də xəstə olaraq qayıdır gəlir. Çünki elə bir xəstəlikdir ki, insan yalnız özünü müalicə edə bilər, özünə kömək edə bilər. Mən də sağlamlıqla məşğul olandı ki, mənə də çoxlu müraciətlər olur. Mən də adamlarla söhbət edirəm və görürəm bəzi insanlar özlərini görə bilmir. Onlar hamıya düşmən kimi baxır. Ətrafına, yaxınlarına, dostlarına, hətta iş yerində, müdiriyyətə belə düşmən gözü ilə baxmağa çalışırlar. Çünki onlar bunlardakı bəzi əskikləri görüb deyirlər və bunun da xoşuna gəlmir. Və bu da bunu özü üçün bir növ ətrafında hamının özündə düşmən, rəqib kimi görür. Mən də yaxınlaşan adamların çoxlarına belə sual cavab edirəm. Deyirəm, özünüzə heç olmasa bir qıraqdan baxıb görmüsünüzmü? Siz özünüzə rəqib tərəfdən, düşmən tərəfdən, müdür tərəfdən və yaxud qohum əqrəba tərəfdən baxıb görmüsünüzmü? Bir baxın, görün. Bu belə bir mövqedir ki, bəzən insanlar fikirləşirlər ki, məndə səhv yoxdur, hamı səhvi başqasında axtarır. Amma əslində qalanda isə səhvi insanlar başqasında yox, özündə axtarsalar, özləri öz gözləri ilə yox, rəqib gözü ilə özünə baxsalar və özündəki bəzi səhvləri görərlər, yaxud ya onu düzəltməyə çalışarlar, ya da ona göz yummağa çalışarlar. Bizdə müasir dövrdə elə bir dövrdür ki, insanlar özlərində o səhvləri görmürlər. Mən də çox adamlarla müraciət edəndə deyirəm ki, özünüzə baxın, bir qıraqdan özünüzə baxın. Elə bil ki, siz bir döyüş mövqeyindəsiniz, sizin qarşı tərəfdə düşmən mövqeyi var, orada səngər var. Siz o səngərinizi o tərəfdən baxın, görün, necə görsən, yəni düşmən tərəfdən. Bizim bəzən səhvliklərimiz, bəzən görmədiklərimizi düşmən mövqeyi baxır, oradan hardan bizə hücum eləmək olar, hardan ateş açmaq olmağı onlar yaxşı bilirlər. Ona görə də sizi həmin mövqedən vururlar. Siz həmin mövqelərə çalışın, yaxınlaşın, o mövqelərdən münasibətinizi görəcəksiniz və bu da sizin sağlamlığınıza bir nömrəli kömək olacaq. Çalışın, öz məsələlərinizə, çək özünüzün gözünüzə deyil, rəqib tərəfdən baxmağa vərdiş edin. Və bu sizə kömək edəcək, həm öz səhvləriniz varsa onu düzəltməyə, həm də orada nə səhv olduğunu özünüz görərsiniz. Sizə kimsə demədən özünüzə kömək edib düzəltsəniz, sizə kimsə də səhv tutmayacaq. Yəni, çalışın, bu mövqedən yaxınlaşın, münasibətinizi özünüz bildirin. Başqası yox. Onda düşmən axtarmağa da ehtiyac olmayacaq. Sağlamlıq üçün də çox da dərindən düşünməyə ehtiyac olmayacaq. Yəni bu sağlamlıq haqqında növbəti bir rolik idi. Çalışın, özünüzə fikir verin. Mən həkim olmadığım üçün çalışıram ki, xəstəlikləri də həkim dilindən, adam dilinə çevirim ki, hamı başa düşsün. Sağ olun.